Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmirə məxsus Aydəmir Entertainment şirkəti ilə yeni müqavilə bağlayıb. Müqavilədə Charles Kiflər İşquz Dövləti tam-metrajlı bədii sənətli filminin post-production mərhələsində 3 hissəli geniş variantının hazırlanması xidmətlərinin və hüquqlarının satın alınması nəzərdə tutulub. Müqavilənin maliyyə dəyəri 200.600 manat müəyyənləşib. Xatırladaq ki, Arka bu ilin əvvəlində də Charles Kiflər İşquz Dövləti adlı tam-metrajlı bədii sənətli filmin istehsalı ilə bağlı Aydəmir Entertainment şirkəti ilə 657.000 manat dəyərində müqavilə bağlayıb. Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən Aydəmir Entertainment şirkəti 2024-cü ilin dekabrın 20-sində dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rafoğludur.